İbrahim Borçalı təzə bir çıxandan oxuyur ki, özünə reklam qazansın. Mən sənin trendlər. Valla mən heç trenddə olmayacağım. 27 ildə mənim səhvim olmadısa daha məndən nə səhv axtarmalıdır. Biz artıq o trend o vaxtdan olmuşuq. Ayrıldı, bu maşın aldı, o ev aldı, o nə bilim nə elədi. Siz də məsələn o aparıcıların efirləri. Millətin mədəniyyətini, mentalitetini pozan suallar verməyin, bir şovla sənət göstərsin. İnsanlarda qıcıq yaradır. Videoya keçməzdən öncə bu cür videoların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənməyi və bildiriş butonunu açmağı unutmayın. Müğənni İbrahim Borçalı'nın verdiyi açıqlamalar şou aləmini ayağa qaldıracaq. Neçə illərdir ki, trendlər üçün çalışırlar müğənnilər. Amma nəsə incimə mən sənin trendlər. Valla mən heç trenddə olmayacağım da. O trend necədir da? Yəni biz tamaşaçılar öyrəşib axır 25 ildir bizim simamıza. Biz artıq o trend o vaxtdan olmuşuq. İndi də yeni çıxanda yeniyə baxmalıdır, qınama. Biz təzədən 20 yaşımız yox ki, bizə trend eləyək. Yəni deyirsiniz ki, yeni ifaçılarla ancaq trendə düşür, o simaca. Bəli, sima cəhətdən. Düşünmürsən bəlkə bir yeni ifaçı ilə mahnı oxuyum? Yox, duet sonra deyərlər ki, İbrahim Borçalı təzə bir çıxandan oxuyur ki, özünə reklam qazansın. Mən onun üçün eləmərəm. Gitme yanımdan gitme, gitme canımdan gitme. Gitsen sensiz tek kalaram ben, gitme gözümden gitme. Qısqanırlar bəlkə. Yox, qısqanclığa görə yox, mən özümdə yoxdur. Yəni müstəqil olmaq lazımdır. Necə tənzimləyirsiniz? Bəzən deyir, çox müğənni sənətçilər deyir ki, ailə ilə, şəxsi həyatla sənəti bir yerdə saxlamaq mümkün deyil. Yəni çətin. Mən Necə bacarırsınız? necə bacarmaq olur ki, yəni ailədə xanımla bir-birinə inam olmalıdır. Artıq biz 27 ildir ailəliyik. 27 ildə mənim səhvim olmadısa daha məndən nə səhv axtarmalıdır. Ailə ailədir. Müğənninin özündədir günah. Bəli. Əgər bir yerdə Nəsə olursa o özündədir günahsan, onu idarə eləyə bilmir. Ailənən şou biznesi bir-birinə qatır. İfaçının dedikləri kimlərin qalmaqalına səbəb olacaq? yaxşı, şou biznesi müşahidə eləyirsən də, baxırsan kim. Bəli. Nələr dəyişmək istəyirsən? Valla dəyişmək onu mən dəyişmərəm. Mən məsələn dövlət tərəfindən Milli Şurada həyatda olsam, bəli, mən elə müəyyən aparıcılara qadağa qoyardım ki, lazımsız millətin mədəniyyətini, mentalitetini pozan suallar verməyin, belə şeyləri işıqlandırmayın. Sənətçinin odlu alovlu çıxışı dillərdə dastan olacaq. Sırf sənətlə, şovla sənət göstərsinlər. Yəni bu ayrıldı, bu maşın aldı, o ev aldı, o nə bilim nə elədi, bu xalq üçün maraqlı deyil. Qulaq yar sözümə, gəldi kədərli gözümə, qurban olaram özüm özümə, işıq saçırsan obama, yalvarıram gəl komama, işıq saçırsan obama. Reyting neçə evlərə qoşublar deyir, 300 evəmi, 500 evəmi, yəni onunla reyting bilmək lazım deyil ki, bunu baxdılar, bundan danışaq, qeybət qıraq, bu insanlarda qıcıq yaradır. Mən xalq tərəfdən deyirəm. Həm də müğənnidən də asılıdır məncə. Çünki sizi mən çox qalmaqalda görmürəm. Siz də məsələn o aparıcıların efirləri. Yaratmıram. Bəli, mən belə durum böyrümdə baxıram ki, bir-birlərindən qalmaqal yaradırlar. Mən özüm elə həmin efirdən başladım. Xarakterim bilirlər. Kimi nə cürə tanıyırlar, elə də olmaz. Məncə hər önə gedənin bir qısqanan, geri çəkən hansısa bir sənət yoldaşı olur. Səncə düşünmüsənmi ki, mən daha çox irəli getsəm, demirəm irəlidə deyilsən, amma daha çox irəli getsəm, mən hansı müğənni geri çəkəm? Yox, mən artıq 25 ildir bu səhnədə, sənətdə və bütün hər bir sənətçiyə mən daha xeyir vermişəm. Rusiya tədbirlər aparmışam. Onlardan da xeyir güdməmişəm. Heç olmasa bilib gəlir. Bilsə də sağ olsun, bilməsə də. Bilən də olur, bilməyən də olur, amma məncə bilmək yaxşıdır. Ona görə su gələn yerdən bir də gəlir. Bugünün sabahı da var. Mən səni sanırdım, arxam köməyim, indi sən onu bil ki, qırıldı ürəyim. Sevgidə bir fəsildir, baharı var, yazı var.
Deyəsən alnımızda belə bir yazı var. İbrahim Borçalı təzə bir çıxanan oxuyur ki, özünə reklam qazansın. Mən sənin trendlər Valla mən heç trenddə olmayacağam. 27 ildə mənim səhvim olmadısa daha məndən nə səhv axtarmalıdır. Biz artıq o trend o vaxtdan olmuşuq. Ayrıldı, bu maşın aldı, o ev aldı, o nə bilim nə elədi. Siz də məsələn o aparıcıların efirlər. Millətin mədəniyyətini, mentalitetini pozan suallar verməyin, bir şounla sənət göstərsin. İnsanlarda qıcıq yaradır. Müğənni İbrahim Borçalı'nın verdiyi açıqlamalar şou aləmini ayağa qaldıracaq. Neçə illərdir ki, trendlər üçün çalışırlar müğənnilər. Amma nəsə incimə mən sənin trendlər. Valla mən heç trenddə olmayacağam da. O trend necədir da? Yəni biz tamaşaçılar öyrəşib axır 25 ildir bizim simamıza. Biz artıq o trend o vaxtdan olmuşuq. İndi də yeni çıxanda yeniyə baxmalıdır, qınama. Biz təzədən 20 yaşımız yox ki, bizə trend eləyək. Yəni deyirsiniz ki, yeni ifaçılarla ancaq trendə düşür, o simaca. Bəli, sima cəhətdən. Düşünmürsən bəlkə bir yeni ifaçı ilə mahnı oxuyum? Yox, duet sonra deyərlər ki, İbrahim Borçalı təzə bir çıxanan oxuyur ki, özünə reklam qazansın. Mən onun üçün eləmərəm. Gitme yanımdan gitme, gitme canımdan gitme. Gitsen sensiz tek kalaram ben, gitme gözümden gitme. Qısqanırlar bəlkə. Yox, qısqanclığa görə yox, mən özümdə yoxdur. Yəni müstəqil olmaq lazımdır. Necə tənzimləyirsiniz? Bəzən çox müğənni sənətçilər deyir ki, ailə ilə, şəxsi həyatla sənəti bir yerdə saxlamaq mümkün deyil. Yəni çətin. Bacarıram mən. Necə bacarırsınız? Necə bacarmaq olur ki, yəni ailədə xanımla bir-birinə inam olmalıdır. Artıq biz 27 ildir ailəliyik. 27 ildə mənim səhvim olmadısa daha məndən nə səhv axtarmalıdır. Ailə ailədir. Müğənninin özündədir günah. Bəli. Əgər bir yerdə Nəsə olursa o özündədir günahsan, onu idarə eləyə bilmir. Ailə ilə şou biznesi bir-birinə qatır. İfaçının dedikləri kimlərin qalmaqalına səbəb olacaq? yaxşı, şou biznesi müşahidə eləyirsən də, baxırsan kim. Bəli. Nələr dəyişmək istəyirsən? Valla dəyişmək onu mən dəyişmərəm. Mən məsələn dövlət tərəfindən Milli Şurada hətta olsam, bəli, mən elə müəyyən aparıcılara qadağa qoyardım ki, lazımsız millətin mədəniyyətini, mentalitetini pozan suallar verməyin, belə şeylər işıqlandırmayın. Sənətçinin odlu alovlu çıxışı dillərdə dastan olacaq. Sırf sənətlə, şounla sənət göstərsinlər. Yəni bu ayrıldı, bu maşın aldı, o ev aldı, o nə bilim nə elədi, bu xalq üçün maraqlı deyil. Qulaq as yar sözümə, gəldi kədərli gözümə, qurban olaram özüm özümə, işıq saçırsan obama, yalvarıram gəl komama, işıq saçırsan obama. Reyting neçə evlərə qoşublar deyir, 300 evəmi, 500 evəmi, yəni onunla reyting bilmək lazım deyil ki, bunu baxdılar, bundan danışaq, qeybət qıraq, bu insanlarda qıcıq yaradır. Mən xalq tərəfdən deyirəm. Həm də müğənnidən də asılıdır məncə. Çünki sizi mən çox qalmaqalda görmürəm. Siz də məsələn o aparıcıların efirlərini. Yaratmıram. Bəli, mən belə durum böyrümdə baxıram ki, bir-birlərindən qalmaqal yaradırlar. Mən özüm elə həmin efirdən başladım. Xarakterim bilirlər. Kimi nə cürə tanıyırlar, elə də olmaz. Məncə hər önə gedənin bir qısqanan, geri çəkən hansısa bir sənət yoldaşı olur. Səncə düşünmüsənmi ki, mən daha çox irəli getsəm, demirəm irəlidə deyilsən, amma daha çox irəli getsəm, mən hansı müğənni geri çəkəm? Yox, mən artıq 25 ildir bu səhnədə, sənətdə və bütün hər bir sənətçiyə mən daha da xeyir vermişəm. Rusiya tədbirlər aparmışam. Heç onlardan da xeyir güdməmişəm. Heç olmasa bilib gəlir. Bilsə də sağ olsun, bilməsə də bilən də olur, bilməyən də olur, amma məncə bilmək yaxşıdır. Ona görə su gələn yerdən bir də gəlir. Bugünün sabahı da var. Mən səni sanırdım, arxam köməyim, indi sən onu bil ki, qırıldı ürəyim. Sevgidə bir fəsildir, baharı var, yazı var, deyəsən alnımızda belə bir yazı var.